Bu bir məhsul şəklidir. Bu isə həmin şəkildən AI ilə hazırladığım kampaniya vizualları, 5 Instagram slaydı və tam işlək landing page-dir. Bu videoda sizə nəticəni sadəcə göstərməyəcəm. Eyni sistemi öz məhsulunuz üçün necə qura biləcəyinizi 4 addımda göstərəcəm. Ən vacib məqam budur. Ayrı-ayrı şəkillər yox, bir-birinə uyğun tam sistemi hazırlamaq. İlk addım AI alətini açmaq deyil. Əvvəl məhsul üçün kiçik bir iş qovluğu hazırlamaq lazımdır. Bu qovluqda məhsulun keyfiyyətli şəkli, adı, əsas xüsusiyyətləri, qiyməti, loqosu varsa loqosu və istifadəçidən istədiyiniz hərəkət olmalıdır. Məsələn, sifariş vermək, WhatsApp-a yazmaq və ya mağazaya keçmək. Sonra bir səhifəlik brief yazın. Məhsul kimi üçündür. Əsas faydası nədir? Necə görünməlidir və hansı məlumatlar qətiyyən dəyişməməlidir? Qovluğu sadə saxlayın. Product foto, product info, brand guide və output. Bütün AI alətləri eyni mənbə fayllarını oxusun. Beləliklə bir alət qiyməti, digəri rəngi, üçüncüsü isə məhsulun xüsusiyyətini özündən uydurmayacaq. Mən odar şamı üçün bu məlumatları bir briefdə topladım. Məhsul nümunəsi dəyişə bilər, amma bu qovluq sistemi bütün məhsullarda eyni işləyir. İndi əsas məhsul şəklini AI-yə kilidlənmiş istinad kimi verdim. Promptu 4 hissə ilə qurun. Nə dəyişməməlidir, şəkil hansı məqsəd üçündür, kompozisiya necə olmalıdır və AI nəyi yaratmamalıdır. Məsələn, məhsulun formasını, rəngini və loqosunu qoru. Sayt üçün boş mətn sahəsi olan hero vizualı hazırla. Əlavə məhsul, əl və təsadüfi yazı yaratma. Sonra ən azı 3 növ şəkil hazırlayın. Məhsulu bütöv göstərən hero, keyfiyyət göstərən yaxın detal və məhsulun istifadə hissini göstərən lifestyle səhnəsi. Burada hər şəkli sıfırdan yaratmayın. Eyni istinad şəklini, briefi və vizual qaydaları təkrar istifadə edin. Yoxsa məhsul hər kadrda dəyişəcək. Hər nəticədən sonra 4 şeyi yoxlayın. Forma yenidirmi, rəng dəyişibmi, loqo pozulubmu və material real görünürmü? Problem varsa bütün promptu dəyişməyin. Yalnız səhv hissəni hədəfləyən düzəliş verin. Bir vacib qayda da budur. Qiymət və əsas mətnləri AI şəklinin içərisində yazdırmayın. AI hərfləri səhv yaza bilər. Şəkli AI ilə, dəqiq mətni isə son dizayn mərhələsinə saxlayın. Şəkillər hazırdır, amma onları sadəcə 5 gözəl post kimi paylaşmaq düzgün deyil. Karuselin ardıcıllığı olmalıdır. Birinci slayd diqqəti çəkən nəticə və ya əsas vəddir. İkinci slayd məhsulu və izləyicinin problemini göstərir. Üçüncü slayd əsas faydanı və məhsulun yaratdığı hissi izah edir. Dördüncü slaydda xüsusiyyətlər, qiymət və təklif gəlir. Son slayd isə aydın CTA-dir. Sifariş ver, mesaj yaz və ya sayta keç. Mətnləri şəkillərdən ayrı saxlayın. Beləliklə qiymət və ya təklif dəyişəndə bütün vizualı yenidən yaratmaq lazım olmayacaq. Mən slaydları 1080-ə 1350 ölçüdə hazırladım və bütün dizaynlarda eyni rəng, şrift və məhsul görünüşünü qorudum. Sonra məhsul qovluğunu kodeksə verin və əvvəlcə bütün faylları oxumasını istəyin. Tapşırıqda səhifənin məqsədini, bölmələrini və CTA-yi dəqiq yazın. Məsələn, məhsul şəkillərindən istifadə et. Hero faydalar, məhsul detalları, qiymət və sifariş bölməsi yarat. Mobil və desktop üçün responsiv hazırla. Briefdə olmayan xüsusiyyətləri uydurma. Kodeks saytı hazırladıqdan sonra ilk nəticəni final hesab etməyin. Saytı brauzerdə açın. Mətnləri, düymələri, şəkil kəsimlərini və mobil görünüşünü yoxlayın. Problem varsa, saytı yaxşılaşdır kimi ümumi tapşırıq yox, konkret düzəliş verin. Məsələn, mobil Hero'da başlıq məhsulun üzərinə düşür. Məhsulun görünüşünü saxla, mətni aşağı keçir və düyməni tam en et. Konkret problem, qorunmalı hissə və istənilən nəticə bir tapşırıqda aydın görünməlidir. Mən sonda lint, production build və avtomatik render testlərini də işə saldım. Hamısı uğurla keçdi. Beləliklə proses budur. Materialları bir qovluqda topla, məhsulu istinad kimi kilidlə, 3 məqsədli vizual yarat, onları satış ardıcıllığı olan karuselə çevir və eyni materiallarla kodeksdə sayt qur. Bu sistem şamla məhdud deyil. Ətir, kosmetika, qəhvə, saat və başqa məhsullarda da eyni ardıcıllıq işləyir. Əsas dərs AI-dan ayrı-ayrı nəticələr yox, bir mənbədən idarə olunan sistem istəyin. Bu layihənin şəkillərini, postlarını, sayt kodunu və bütün qeydlərini Telegram kanalında paylaşacağam. Materialları götürüb öz məhsulunuz üçün eyni prosesi yoxlaya bilərsiniz.